Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Biləsuvar rayonunun Bağbanlar kəndində ailə daxili münaqişə nəticəsində qadın həyat yoldaşını bıçaqlayıb. Xəbər verilir ki, əslən Yardımlı rayonundan olan 1970-ci il təvəllüdlü Balla Həsən Ağa Hüseyin oğlu Ağayev bıçaq xəsarəti ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Hazırda onun müalicəsi həkim nəzarəti altında davam etdirilir. Kənd sakinlərinin sözlərinə görə hadisə ailə münaqişəsi zəminində baş verib. İddialara əsasən kişi həyat yoldaş tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri istintaq tədbirlərindən sonra məlum olacaq.